Salam hörmətli izləyicilər, yeni videomuz aprel ayının 14-dəndir. Saat 1 oldu, qar ərimək bilmir. Əriyib yola su düşüb, ancaq ağaçların üstündəki ərimir. Yolla üzü yuxarı gedim, görüm bu nə məsələdir. Bəlkə dərənin suyu gəlir bura. Dərədən çayın suyu qədər su gedir. Bir dənə də mini şəlaləsi var. Bir şəlaləmiz də burada. Biri Niagara'dır, biri Iguazu'dur. Gedək Victoria'ya tərəf. Bir də gedib çata bilsək Anher şəlaləsinə. Ən məşhur 4 dənə şəlaləni alın qeyd elədik. Qar heyvanları tövləyə yığıb. Ehtiyatlı davranıb uzun boğaz çəkmə götürmüşəm. Biraz ayağıma genişdir, sürütlüyə gedirəm. Ona görə də qara, palçığa, suya girəndə heç bir problem yoxdur, yarışatmır. Sevinçə bir iş gəlir. Qarın əsl hündürlüyü burada bəllidir. Nə qədər olar? 10 santim var, hələ yaprıqıb nə qədər. Sağ ol, siz nə tər? Çox sağ ol. Atlar çöldədir. Pes, qoca pes. Tut görüm.
Şir kimi görkəmi var, qoca iti oxşuyur. Dünən çöldə Şövşəndə Nurlanla qarşılaşdım, qoyuna getmişdi deyir. Qar yağıb bağlasa, heyvanlar tövlədə qalsa bir həftəliyinə yem çatdıra bilərlər. Onu Bəşir dayı. Ot preslərin çıxadıb atıb qarın üstünə yumuşalsın, gülləri dağılmasın. Mən yubanmışam, yoxsa o tələsib. Tövlə yeminin vaxtıdır. Diqqət eləməsən burada qar gəlib adamın üstünə tökülə bilər. Şifer dəmirdəndir. Dik vurulub. Gün düşən kimi gələcək. Gün düşən kimi hal qarın üstündə əks olunur. Elə bil ki, gün aynaya düşür, adamın gözlərini çıxarır. Ya qara eynəyi taxmalısan, ya da gözün altına kömür qara sürtülməlidir. Bizdə heç biri yox. Yola əyilən cəviz qanadları da təhlükəsiz deyil. Qoca cəviz ağaçlarıdır. Qar yağar, yağış yağar. Budağı yumuşarlar, qırlar düşər adamın başına. Bu da başqa bir dərədir. Kəndin altında bəlkə qoşublar bu dərəyə gedir. Yayda da belə olmuyor. Belə olan həmişə. Başqa bir boruda var. Buranı yəqin Mərdən qabağın bağlayır. Su axıdır həyətə. Dərə ilə də su gedib çaya qoşulur. Çox da uzaq məsafə yoxdur. Çaya qədər olsun 150 metr. Zəhmət sevər Mərdən əmi səhər oyanıb
Darvazanın ağzını təmizləyib. Şiferin qarı burada gəlib tökülüb. Deyirəm ayağım niyə batmır, bərkiyib, preslənib. Merdan abi. Çox zəhmətkeş adamdır Merdan abi. Tövlənin də darvazasının qapısı açıqdır. Boş vaxtı olsa mütləq təsərrüfata sərf eləyir. Küsəbazada heyvan izi yoxdur. Nə örüş aparıblar, nə də suvarmaq. Bu tərəfə heç iz düşməyib. Köhnə dəyirmanın yanına gəlib çıxmışam. Nəsirvat kəndində 2 dəyirmanın yerini bilirəm. Biri buradadır, biri də İsa'xancilin evinin yanında. Nəsirvat çayının suyu da yenə köprüyə öz aşağı axır. Çayın meyilliyi çoxdur. Çay yatağında da daş çoxdur, ona görə səsi belə gür çıxır. Elə lal çaylar var ki, suyu 100 dəfə bundan çoxdur. Səsi heç bu qədər yoxdur. Suyun lal axanı, adamın yerə baxanı, ona görə deyiblər bəlkə. Papaq daşı heç diqqətlə baxmamışdım. Adını mən verdim. Daş gələcəyə oxşuyur. Aşağıda töhmə sukurlar, onun üstündə bir göydaş, onun üstündə də ondan iri bir göydaş. Papağa oxşuyur, kepkadır. Gəldiyim kimi də geri qayıdıram. Gəldiyimdə neçin pəmbə buludlar kimi axdın. Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın. Nurlanın qoyun tövləsidir. Diqqətlə baxıram, görüm, görsənir, qoyunu suya aparır, soruşum, görüm. Necədir sənin üçün? Dünən qoyun növbəsində idim, bugün heyvan yığışıb tövlədə qalıb. Səfərin o üzündə Zakir dayıcının həyətindəki fındıqdır. Pişpişəliyib. Tam uyanmayıb.
Zakir dayıcının həyətinin tən ortasında iri bir cəviz ağacı var. Yəni qoz ağacı da. Qollu budaqlı görsənir, məncə yaşı çox deyil. Yeri minbik görüb elə yoğunlayıb, qolqana da atıb. Hündürlüyü də bir xeyli çoxdur. Baxanda adamın papağı düşür. Gövdəsinə də bir halqa bərkidiblər. Uşaqlar basket topunu atsınlar. Səməngüllər də qardan öz nəsiblərini alırlar. Bu qardan sonra onlar ərpiyib töküləcək. Çiçəklərin soyuğa davam olmaz. Cənub qəfdən gələn hava dalğalarını bir də müşahidə edirəm. Sıxlaşır, qaralır buludlar. O qara buluddan gözüm heç su içmir. Sağ olun, hörmətli izləyicilər. Növbəti videolarda görüşərik. Keçən videomuzda dedim, qar bizim üçün yeni mövzular yarattı. Belə mövzulardan çox istəyirik. Salamat qalın.